bizim məsum imamlarımız səbəb oldular ki, Aşura qiyamının həqiqəti aradan getməsin. Hər imam öz dövründə özünə vəzifə bilirdi ki, bu qiyamın həqiqətin qorusunu saxlasın. Bu günləri Kərbəla həqiqətləri gəlib bu gün əlimizdə çatıbsa, bunun səbəbkarı məsum imamlardır. Və bizə bu sünnət onlardan qalıb ki, Muhərrəm ayında və yaxud da elə həmişə Kərbəla hadisəsini biz yad eləyək, İmam Hüseyin əleyhissalamın matəmin yaddan çıxarmayaq. İmam Rıza əleyhissalam özü də özündən əvvəlki imamlar kimi Aşura məsələsinə xüsusi diqqət yetirirdi. Biz qeyd elədik imamların barəsində, başqa imamlarımız kimi İmam Rıza əleyhissalamın da Muhərrəm ayının gəlişi ilə halı dəyişilirdi. Buyururlar, imam Muhərrəm ayında gülməzdi. Heç kəs imamı sevincək bir halda görməzdi. Qəm içində olardı. Və Aşura günü gəlib yetişdiyində atası İmam Kazım əleyhissalam kimi imam üçün matəm günü, müsibət günü və ağlamaq günü olardı. İmam əleyhissalam öz evində məclislər təşkil edərdi. Ətrafda olan möminlər, imamın xidmətçiləri, hamısı təşrif gətirərdilər İmam əleyhissalamın evinə və Debil Xuzai kimi şəxslər ki, İmam Rıza əleyhissalamın zamanında yaşayan Əhl-i-Beyt şairlərindən idi və gələrdilər imamın evində İmam Hüseyin əleyhissalamın mədhində şeirlər, mərsiyələr oxuyardılar və məclis əhli də İmam Hüseyin əleyhissalamın əzasında ağlayardı. Yəni, qeyd elədiyimiz kimi, İmam Rıza əleyhissalam da eyni özündən əvvəlki imamlar kimi xüsusi diqqət yetirərdi Aşura və Kərbəla məsələsinə.